Dünyanın ən gözəl Karmeni. Qəzetlərdə onun haqqında bu səs xəncər kimi yaralaya bilər deyə yazırdılar. Karmen operasında baş qəhrəmanı canlandırdıqdan sonra ona dünyanın ən gözəl Karmeni deyirdilər. Fatma Muxtarova dünya operasının ən parlaq ulduzlarından biri idi, lakin bu səviyyəyə asanlıqla çatmamışdı. 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində dünyaya gələn Fatma, küçə müğənnisi olan atasını çox tez 3 yaşında itirmişdi. Anası ikinci dəfə ailə qurduqdan sonra onlar Rusiyaya köçmüşdülər. Yoxsulluqdan əziyyət çəkən atalığı və anası bir gün Fatmanı küçəyə göndərir və insanlardan pul istəməsini tələb edir. 7 yaş olsa da Fatma insanlara əl açmağa utanır və bunu heç cürə edə bilmir. Birdən o rusca pis bildiyi bir mahnını oxumağa başlayır və insanlar onu dinləmək üçün ətrafına toplaşmağa, evlərin pəncərələrindən boylanmağa başlayırlar. Balaca Fatma elə qucaq dolusu pulla gəlir. Gündən küçə müğənniliyi edərək ailəsini saxlamağa başlayır. Ailə şəhərdən şəhərə səfər edir. Konsertlər təşkil edirdi. Fatma ailənin bütün ehtiyaclarını qarşılasa da, atalığı tərəfindən çox incidilirdi. O 14 yaş olanda Saratovskiye Vedomostiya qəzetinin redaktoru Arxangelskinin köməyi ilə ilk dəfə konservatoriyada konsert verir. Konsertdən yığılan pul onun təhsil almanına sərf olunmalı idi. Onu karetada konservatoriyaya göndərirlər. Anasını və atalığını isə konsertə buraxmırlar. Çünki onlar belə biabırçılığa yol verməyəcəklərini demişdilər. Bundan sonra qızcığazın konservatoriyada təhsili üçün tədbir görülür. Bu işə dəstək olan İran səfiri Fatmanın valideynlərini hədələyir ki, deyilənə qulaq asmasalar onları İrana sürgün edəcək. Buna görə onlara bir qədər pul da verilir. Konservatoriyada heç kim Fatma ilə işləmək istəmir. İsti soyuq demədən davamlı oxuyan Fatmanın səsi xırıldayırdı. Lakin Medvedev onunla məşğul olmağa razı olur. Tələbəlik illərində belə ailəsi Fatmanı rahat buraxmır. Onu məcbur eləyirlər ki, tətillərdə qastrollara gedib pul qazansın. Fatma ailə qurduqdan sonra anasını və atalığını bir dəfəlik tərk edir. 1928-ci ildə Bakıya dəvət olunur və 25 il Azərbaycan opera səhnəsində onlarla tamaşada bir-birindən gözəl rollar oynayır. Alovlu temperamentə, böyük yaradıcılıq cəsarətinə malik Fatma Muxtarova 1953-cü ildə təqaüdə çıxaraq səhnə həyatı ilə vidalaşmalı olur. Ancaq ömrünün sonlarına qədər səhnə niskiliyi ilə yaşayır. Bu mətn yenidir, köhnə topluda görməmişəm, təzə mətndir. 261-ci suala baxıraq. Deməli, deyir, doğru, yanlış, ehtimal, uyğunluğu deyir. Müəyyən edin. Fatmanın sənət yolu iki ölkə ilə bağlı olub. Bəli, bir Rusiya ilə bağlı olub. Bir də Azərbaycan, Bakı ilə bağlı olub. Çünki Rusiyaya köçür, Rusiyada konsertlər verir. Sonra gəlir Azərbaycan, Azərbaycanda konsertlər verir. Doğrudur. Ailəsi Fatmanı incitməyin əsas səbəbi kasıblıq idi. Xeyr, atalığı incidir, amma səbəbi göstərmir. Deyir, bütün ehtiyaclarını qarşılasa da atalığı tərəfindən incidilir. Yanlışdır. Atası və anası Fatmanın sənət uğurlarında böyük rol oynayıb. Yanlışdır. Hətta onlar istəmir o konservatoriya oxusun. Orada deyir ki, ondan sonra da hətta onun atasını, anasını hədələyir İran konsolosluğu. Fatma Muxtarova peşəkar opera müğənnisi olub. Doğrudur. Fatma sənətə dəyər verən insanlarla qarşılaşır. Doğrudur. Çünki o, məsələn, ən azından Medvedevlə qarşılaşır, onunla məşğul olur. Sonra İran səfiri ilə qarşılaşır. Arxangelskinin köməyi ilə konsert verir və s. Yaxşı insanlarla qarşılaşır. Fatmanın yeganə müəllimi Medvedev olmuşdu. Bunu bilmirik. Deyir, Medvedev onunla məşğul olur. Amma yeganə müəllimidir yoxsa yox, onu bilmirik. Bizdən doğru fikirlər istəyir. Sonra doğrunun doğru yazılması doğrudur. Yanlışın yanlış yazılması doğrudur. Ehtimalın ehtimala yazılması doğrudur. Cavab 136C variantı. Keçirik 262-ci suala. Boş çərçivənin yerinə hansı nümunə artırılsa, cümlələr arasında əlaqə pozulmaz deyir. Deyir, Medvedev ondan məşğul olmağa razı olur. Onun səbəbi nə ola bilər? Ya səbəb ola bilər, ya da bir şey. Deyir, davamlı oxuyan Fatmanın səsi xırıldayırdı. Medvedevin Fatmaya etimad bəsləməsi onun haqqında fikirləri dəyişir, lakin onunla məşğul olur. Belə bir şey ola bilməz.
Fatmanın şəxsi keyfiyyətləri müəllimləri qane etmirdi, lakin ondan bir şey çıxmayacağını düşünürdülər. Bəli, deyir, isti soyuq demədən davamlı oxuyan Fatmanın səsi xırıldayırdı. Ondan bir şey çıxmayacağını düşünürdülər, lakin Medieval ona məşğul olmağa razı olur. Yəni fikirləşirlər ki, ondan bir adam olan deyil, təhsili bir şey olmayacaq ya da oxusa da normal oxuya bilməyəcək falan. Amma Medvedev deyir ki, mən ona məşğul olacağam, yəni ona adam eləyəcəm. Cavab olur C. 63. Üslub xüsusiyyətidir uşaqlar. Aid olduğu üsluba xas olaraq mətndə. Əksər sözlərdə terminolojidir. Uşaq terminoloji olması onun elmi olduğunu göstərərdi, amma mətnimiz elmi deyil, bir yanlışdır. B getdi, Y getdi. Hər kəs tərəfindən anlaşılan ifadələrdən istifadə olunur. Publisistikdir. Mətnimiz həqiqətən publisistikdir. 2-ni götürürəm. Standart formadan istifadə olunur. Standart forma rəsmi işgüzar deməkdir. Amma mətnimiz rəsmi işgüzar deyil. 3-də səhvdir. C-ni də atıram, A-nı da atıram. Cavab qalır D variantı. Fikirlər kütləvi anlaşıqlıdır. Bu publisistikin xüsusiyyətidir. 4-ü götürürəm. Şərh etmə əsasında yaranıb. Bu elmiyə aiddir. Yəni şərh mütləqdir. Fikirlər konkretdir. Bu da elmi üsluba aiddir. Cavab olur yalnız 2 və 4. Gələm çıxıram 264-cü söz. Altından xətt çəkilmiş sözün kontekstə görə mənası deyir. Altına sürgün etmək. İrana sürgün edəcək. Yəni A variantı belə. Cəza çəkmək üçün yaşadığı yerdən başqa bir yerə göndərmə. Məsələn, qədimdə yox, keçən əsrin ortalarında belə deyək, insanlara əzab vermək üçün onlara sürgün edirlər. Məsələn, sən yaşayırsan, əvvəl Bakıda sürgün yeri olub bu arada. Çox külək olduğundan insanlar buranın küləyini dözmürmüş və Bakıya sürgün edilmişlər. Hətta Qasım bəy Zakiri Bakıya sürgün ediblərmiş. Bakı yaşanılacaq bir şəhər olmayıb. Düşünün, sürgün ediləcək bir məkan olub. Sürgün də odur ki, cəza üçün yaşadığın yeri dəyişirsən. Yəni, sən istəmədən. Bəli, Bakı sürgün olunan məkanlardan biri olub. Gəldik, çıxdıq 265-ə. Deyir ki, qara hərflə verilmiş sözlər əsasında həqiqi məcazi məsələsidir. Həqiqidirsə, həmin sözün mətndəki mənada həqiqidirsə, həqiqi, məcazidirsə, məcazi mənasında deyir. Tünd qara hərflərlə verilən söz. Yəni, mətndə nədirsə, burada da o olsun, çıxmaq. Deyir ki, təqaüdə çıxaraq. Şu an mətndə təqaüdə çıxmaq məcazidir. Məcazidir, amma pambıq yeni çıxmışdı, bu həqiqidir. Deməli, buraya yazıram. 1. Məcazidir, amma qarşısındakı cümlə nədir? Həqiqidir. Deməli, 1 nə olacaq? Ödəməyəcək. Keçirəm 2-yə. Ömür. Mətndə deyir, ömrünün sonlarına qədər səhnə nisgil yaşayır. Mətndə ömür sözü həqiqidir. Ana ömrünü övladına həsr eləmişdi. Burada da həqiqidir. 2 ödədir. Sonra keçirəm 3-ə. Həyat. Həyat. Səhnə həyatı. Səhnə həyatı olurmu? Yox. 3-də həyat sözü məcazidir. Mətndə cümlədə deyir, həyat nə qədər çətin olsa da burada həqiqidir. 3 də ödəmədir. 2-ni seçmişik isə cavabımız hazırdır zaten. 4-dür. Qazanmaq. Deyir ki, pul qazansın. Mətndə həqiqidir, pul qazanmaq həqiqidir. Burada da deyir, məhsul olmadığı üçün yaxşı qazanırdılar. Burada da həqiqidir. 2 ilə 4 cavabımızdır B variantı. 5-də böyük meydan, burada deyir, böyük yaradıcılıq. Böyük meydan həqiqidir, böyük yaradıcılıq məcazi ona görə uyğun gəlmir. Keçdim 266. Üzərinə rəqəm yazılmış sözlər əsasını cədvəl doldur. Qarşılığın işləndiyi cümlə. Deməli, burada üzərinə rəqəm yazılmış. Alovlu temperament. Temperament şu an xarakterdir. Biraz xarakterik xüsusiyyət məsələsidir. Hətta biz o vaxtı keçirdik. Nə biləm, melanxolik temperament var.
Sonra çox da 4 dənə temperament vardı, səhv eləmirəmsə. Xolerik idi, nə idi? Melanxolik, xolerik, zad belə şeylər vardı, səhv eləmirəmsə. Odur. Temperament xarakterdir, belə deyək. O birisi nədir? Niskildə dərd, kədər, qəm. Bayaq da var idi bu. Qarşılığını istəyir. Deməli, birinci sözün qarşılığı oldu xarakter. Məsələn, deyirəm, sənin xarakterində mənfi cəhətlər var. Xarakter sözünü cümlədə işlədirsiniz. İkincidə də yazdıq niskilə kədər, qəm, qüssə, ələm. Sonra nə bilim, bir dənə yazsınız da təbii ki, gəlsən kədər yaz, kədəri işlət cümlədə. Qəm yaz, qəmi işlət. Qüssə yaz, qüssəni işlət, belə. Gəldik 267. Deyir ki, Saratovskiyə Verdomna redaktoru Arxangelskin köməyi ilə konservator təşkil olunan konsertdən yığılan pul Fatmanın təhsil almağına sərf olunur. Deməli, bir də şey yazmaq olar. Bunu təhsilindən yazıb, düzdür. Konservator təhsil almasını yazıb. İkinci fakt kimi yaza bilərik ki, Medvedev, düz deyirəm, Medvedev olmalıdır. Medvedev, hə. Medvedev Fatma idi da. Fatmanın təhsili ilə məşğul olur. Fatma ilə məşğul olur yazaq. Məşğul olur yazaq. Sonra müddəaya yaza bilərik ki, şu an müddəaya yaza bilərik ki, bəzi şəxslər Fatmanın təhsilinə yardım edir. Bəzi şəxslər Fatmanın musiqi həyatına təsir edir. Bəzi şəxslər Fatmanın təhsil almasına təmənnasız yardım edir. Bəzi şəxslər Fatmanın gözəl səsini dəyərləndirərək ona biganə qalmır. Bu tərz cümlələr yaza bilərsiniz müddəaya. Qısacası var, kömək eləyirlər. Görürsünüz, yenə də deyirəm, Arxangelski kömək eləyir. Sonra Medvedev kömək eləyir. Sonra bir də şey də yaza bilərdiniz. İran konsolosluğu vardı. İranın səfiri deyir ki, anası atasına deyir ki, sizi sürgün eləyəcək, kömək eləməz. Onu da yaza bilərsiniz. Müddəaya da yaza bilərsiniz ki, bəzi şəxslər Fatmanın həyatında böyük rol oynayıb. Ya da Fatmaya yaxşılıqlar eləyib. Bu tarz şeylər. Sonra 268. Mətnin əsasən cədvələ doldurun xarakterik cəhətləri. Sonra şey yazmaq olar. Qürurlu yazmaq olar, mən deyərdim. Qürurlu. Niyə görə qürurlu? Liyaqətli demək olar buna. Çünki dilənmək istəmir. Deyir ki, 7 yaş olmasına baxmayaraq dilənmək istəmir. Dilənmir. Əlini açıb pul dilənə bilmir. Sonra qətiyyətli, zəhmətkeş, çalışqan, nə qədər istəsəniz yaza bilərsiniz. Çünki orada deyir ki, bütün günü oxuyurdu deyir. Gecə gündüz çalışaraq mahnı oxuyurdu da. Ailəsinin maddi təmin. Bəli, inadkar, əzmkar yazmaq olar. Qətiyyətli, inadkar, əzmkar, zəhmətkeş, çalışqan. Çünki çoxlu çalışırdı. Bura yazmıram da deyirəm. Çoxlu çalışaraq ailəsinin maddi cəhətdən təmin eləməyə cəhd göstərirdi. Gecə gündüz mahnı oxuyurdu. Belə. Sonra 269. Hansı hikmətli kəlam ilə mətnin məzmununu əlaqələndirmək olar? Səy göstərən adi adam səy göstərməyən istedadlı adamdan daha çox şeyə nail olur. Xeyr, burada mətndə həm də istedadlı idi şəxs. Ona görə adi adam deyə bilmərik ona. Uğur ciddi əmək hesabı nədə olunur? Bax, budur. Fatman uğurları onun həm o sahədə təhsil almasına, həm də çoxlu əziyyət çəkməsinə görə olmuşdu. Yəni, nə qədər çətinliklərlə qarşılaşsa da çox əziyyət çəkir və inadından dönmür, mübarizədən geri çəkilmir. Üçüncüdə də asanlıqla başa gələn şey, bu da şahid üçün asanlıqla başa gəlmir. Ona görə elə uğur ciddi əmək hesabını əldə edilir. Dediyim kimi seçimimizi də əsaslandırdım. Sonra 270. Fatmanın ailəsi onun mükəmməl təhsil almasına qarşı olub. Birinci fakt, ikinci fakt. Birinci fakt odur ki, burada deyir ki, anasını və atasını konsertə buraxmıyor. Çünki onlar belə biabırçılığa yol verməyəcəklərini demişdilər. Deməli,
Və bu işə dəstək olan İran səfiri Fatmanın valideynləri həddiyə ki, deyilənlərə qulaq asmasa İrana sürgün eləyəcək. Bunu yazmaq olar. Bir də ki, deyir ki, buna görə də onlara bir qədər pul verilir. Yəni qızları təhsil alsın deyənə pul da alırlar ha. Bir də ki, heç nə də elə dedikdə bunlardır. Elə hamısını maşallah bir yerə dedim mən. Deməli, onu konservatoriya gətirirlər. Anasını atasını konservatoriya buraxmırlar. Çünki onlar belə bir abırçılığa yol verməyəcəklərini demişlər. Yəni təhsil almasını istəmirlər konservatoriyada. Sonra konservatoriyada təhsil alması üçün tədbir görülür, amma yenə də anası atası istəmir. Bu momentdə deyil bir İran səfiri Fatmanın valideynləri hədələyir ki, deyirlər qulaq asmasa onları İrana sürgün eləyəcək. Bu ikinci fakt. Üçüncü faktda hətta qızları konservatoriyada oxusun deyənə, ondan pul da alırlar ki, məsələn bizə pul verir, onda icazə verərik qızımız oxusun konservatoriyada. Görsün analar, atalarlar. Bu da belə. Bu mətnlə bağlı sözünüz sualınız var. Çətin deyil o qədər də.